Xoş gördük. Hər vaxtınız xeyirli olsun. Bax, diqqətlə qulaq asın. Nəysə gəlib kimsə orada nöqsanlar tutur, tutmayın qadanlarım. Ya da elmi kitab oxuyun, ya da nöqsan gəlib tutmayın. Nə bilim, maf, bozluq xamirə deyilir, nə bilim. Nəysə, sözüm onda deyil. Yegerin dövriyələri bax, görürsünüz. Bu kanal tutulmuşdu, biz Atfırkanı təmizləmiş. Bu köhnə mühərrikdir, yeni mühərrik qoyun. O belə təmiz olmalıdır. Bu görürsünüz. Buna görə Yeger ləv ediblər. Bir uç Opel'də var, o avtomobildə. O tutulmağa görə. Diqqətiniz buradadır. Onda fərqlidir. Birbaşa dövriyyədir, yəni tez-tez tutulur. Tez-tez tutulur, Yeger dövriyəsi tez-tez. Amma bunda tamam əksinədir. Bu isə 1.7-nindir. Yəni 1.7 K5'lərin üstünə fərqi yoxdur, dizel. Həm soyutması var, həm də birbaşa dövriyə var. Bu birbaşa dövriyə olanda, bunlarda giriş kollektoru plasması olduğuna görə sıradan tez çıxır. Çünki bu işləməyəndə, buradakı kəpənə işləməyəndə, burada temperaturla işləyir. Yəni hava soyuq, istiyə görə nizamlanır. Bildiyimiz kimi Yeger deməli aşağı dövriyələrdə işlədiyinə görə bu daimi açıq qalır. Bax görürsüz, hava isti olanda, yəni çox isti hava olanda, bu buradan bunu, buradan bunu görürsüz, açıqdır. Görürsüz, birbaşa bağlayır və soyutmadan verir. Yəni suyun soyutmasıyla. Suyun soyutmasıyla buradan verir, antifrisin soyutmasıyla buradan hava gelir. Yox, hava əgər buradan belə deyək, soyuq olarsa bu ucu açıq vəziyyətdə qalır. Ya da ki, qışda tamam əksini eləyir. Və Yegeri də sıradan çıxartmır. Belə şeylərdə diqqətli olmaq lazımdır. Hədərə yerə, yəni Yeger ləğv eləmir. Bu da mühərrikin performansına təsir göstərir. Nə qədər desəz də proqram yazmaq ən rahat yoldur, amma ən rahat yol deyil. Nabarıq avtomobilin gücünü əlindən alırsınız. Oturan var olun videonun. Bəyənməyi, yorum yazmağı unutmayın. Əziz dizel sürənlər.